Hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Qiymətində 6000 manat endirim olunmuş. Belə bir əla 5 otaqlı ev çəkib sizlərə göstərirəm. 6 nömrəli məktəbin masasında yanındadır. Hörmətli izləyicilər, asfalt küçənin 20 metrliyindədir. 5 otaqdan ibarət evin 1-ci və 2-ci mərtəbəsi monolit betondur. 1-ci mərtəbə bütünlüklə istif oldu. Paket dam işlənib, olduqca səliqəli formada təmir olmuş əla bir evdir. Görürsünüz deməli, fasadda termoaqlay və taşovkadan istifadə olunub geniş vitraj pəncərələr. Şəbəkə pəncərələrdən istifadə olunub. Həyətyanı sahəyə bir daha baxaq. 2 sotda da hörmətli izləyicilər belə bir həyətyanı sahə var. Bu hissələr gül çiçəyi nəzərdə tutulub. Darvazanın ağzı trap qoyulu bu hissəyə. Çox səliqəli formada tikilmiş, təmir olmuş bir evdir. Keyfiyyətində isə söz ola bilməz. 1-ci və 2-ci mərtəbə monolit beton qoşa kubik. 2-ci mərtəbənin yekununda pəncərə başı beton kəmər atılıb. 1-ci mərtəbə qeyd etdiyim kimi bütünlüklə istif oldu. Ən xırda nüanslara belə fikir verilib və qeyd etdiyim kimi qiymətində 6000 manat endirim olunub. Bu evi əvvəl sizlərə çəkib təqdim etmişdik. Sahibinin tədricli şəkildə pula ehtiyac olduğunda qiymətli endirim olunub. Pilləkən işıqlandırılmasına kimi bütün primitiv nüanslar da həyata keçirilib dəyərli izləyicilər. Bu mərtəbədə yerləşir evin qonaq otağı, mətbəx, yataq otağı və sanuzel. Bura 3 mərtəbənin qonaq otağıdır. Televiziya üçün stend yığılıb, kamen quraşdırılıb. Bu hissədə belə bir mebel yığılıb, pəncərəsi evin öz həyətyanı sahəsinə baxır. İşıqlandırma da görürsünüz, hər üstündə lampalar quraşdırılıb. Bu evin qonaq otağıdır dəyərli izləyicilər. 1-ci mərtəbədə radiatordan istifadə olunmayacaq. Bütünlüklə istipolla təchiz olunub, bütünlüklə betondur döşəmə hissə. Burada yerləşir mətbəx sahəsi, mətbəxin ölçüsü hardasa mən sizə təxminən də deyəcəm. Deməli 5 metr uzunu olar, 4 metr arası 20 kvadrat mətbəx sahəsi var, 18-20 kvadrat. Buraya evin mətbəx sahəsi, mətbəxdən arxa tərəfə də keçid qoyulub, kombi aparatı o hissədə quraşdırılacaq. Paltar asmaq üçün xanımlar bu hissədən də istifadə edə bilər. Tək lazım olan deməli hasarın biraz daha qaldırılmasıdır. Bu mətbəx sahəsi, gördüyünüz mətbəx sahəsində. Daha sonra hörmətli izləyicilər, deməli ilk mərtəbənin yataq otağı. Yaşlı şəxslər üçün, gələn qonaqlar üçün nəzərdə tutulub. Bura ilk mərtəbənin sanuzeli, ölçüyə fikir verin. Böyük ölçüyə sahibdir ev ümumilikdə. Bu deməli pilləkən altı səs kollektor sistemi, modem aparatı və əlavə əşyaların bu hissəyə yığılması üçün istifadə edə bilərsiniz bu hissədən. Qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə yerləşir 3 yataq otağı və sanuzel. Əvvəlcə bu evi 145 min manatdan çəkmişdik. Mövcud qiymət 139 min manatdır hörmətli izləyicilər. Qiymət endirilib, alıcılara biraz daha endirim nəzərdə tutulub. Gəlib yerindəcə baxın. Reallıq olanda sahibinin görüşdürəcəm, endirim eləyəcək. Buradan dama çıxış. Burada otaqlardan biri. Bu 2-ci mərtəbənin nisbətən kiçik yataq otağıdır. Bu belə bir böyük yataq otağı. Burada ailə üçün nəzərdə tutulmuş. Eyni ilə qonaq otağı ilə eyni ölçüyə sahib. Əsas yataq otağı. Və balkon sahəsini də sizlərə göstərim. Evin mövcud qiyməti 139 min manatdır. Masazırda 6 nömrəli məktəbin yanında. Asfalt küçənin 20 metrliyindədir. Məktəblə ara məsafəsi 50 metrdir. Bu da məktəb. 100 metr olar, 50 olmaz. Həyətyanı sahədə bu qaydada dəyərli izləyicilər. Sağda gördüyünüz evdə hazır olmaq üzrədir. Gəlib 2 qardaş, 2 dost yanaşı ala da bilərsiniz. Bu qaydada mənimlə əlaqə saxlamağı unutmayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.